Gecə saat 11-də işdən gəldiyi yerdə yıxılıb su kanalına. Bir telefonla zəng elədilər ki, bəs durma gəl, qardaşın gedib. Zərdabda bədbəxt hadisə baş verib. Belə ki, 62 yaşlı kişi su kanalında bataraq ölüb. Hadisə rayonun Qaşova kəndi ərazisində keçən su kanalında qeydə alınıb. İlkin məlumatlara görə Təzəkənd kənd sakini Təhlə Qocaoğlu Mustafayev iyulun 4-də yaşadığı evdən çıxaraq işə gedib. Lakin geri qayıtmayıb. Yaxınları onun evə dönməməsindən narahat olaraq axtarışlara başlayıblar. Axtarışlar zamanı mərhumun oğlu atasının meyidini Qoşaba kəndi ərazisindən keçən su kanalında aşkar edib. Məlum olub ki, Təhlə Mustafayev axşam saatlarında işdən evə velosipedlə qayıdarkən ehtiyatsızlıq nəticəsində su kanalına yıxılıb və hadisə yerində həyatını itirib. Dedim, axım olma, dedim, yağmur yağdı dayanıb. Geldim yürümək yolda, maşınlar dayanıb, hamı tökülüb. Maşın tulladım, yolun ortasına yürüdüm. Gördüm, skoriya şey deyib. Biraz da mən özümü öldürdüm, ağrım öldürdüm. Su altına düşüb da. Hadi kanal var, yeçə kanal var, kanalla qamışdı. Düşüb belə kanalda, yeçə kanal. Şu bura. Kimlənsə belə rəqabəti falan oldu? Yok, heç kimlə oluyor? Yetimin kimlə şey var. Dedilər velosipedlə mi olub? O Yelsivetin olub da, Yelsiveti sürünçü yağın. İşdən gəldim işte. İndi hardan gəlib nə bilim. Gecə saat 11-də işdən gəldiyi yerdə yıxılıb su kanalına. Sabah da öz oğlu tapırdı. Ta yolda məsələn kiməsə maşından vursun, nağarsın, işdən gəldiyi yerdə düşüb su kanalına elə boğulur. Sabah da 10-11 ərazisində öz oğlu tapırdı. Hadisə yerinə aidiyyəti qurumlarının əməkdaşları dəvət olunub. Meyit sudan çıxarıldıqdan sonra müvafiq ekspertiza üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.